Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri dövr operatoru topludan maraqlı birinci sual izləmə baxırıq. Yəni o seçmə suallardır ki, biraz imtahanla vaxt apara bilər. Plus da ki, digərlərinə yəni nəzərən biraz çətinliyi var. İndi burada mən işarə eləmişəm, bunlar sadədir. Birinci sual 49-cu sual olsun. 49-da deyir Python dilində yazılmış proqram yerinə yetirilməsi nəticəsində 40 qiyməti çap olunubsa, sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Baxın, nəticəsində 40 qiymətə çap olunubsa, çap olunmuş dəyəri tapıram ilk öncə. Bu h-dır. Yazıram bura 40. Və h-ın proqram daxilində alqoritmi nədir? Hər dövrdə 10 vahid çıxır. Okey, bunu anladım. Və t-nin dəyərini 1 verib, çünki while t kiçikdir 6. Bir növ while t-dən asılıdır. Və hər dövrdə də t-ni 1 vahid artırır. Yəni print h qiyməti nə vaxt çap olunacaq? T gəlib 6-ya bərabər olduqda. T neçə dövrdən sonra gəlib 6-ya bərabər olur? Mən onu tapmalıyam. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə dövrdən sonra t-nin dəyəri 6 olur və dövrdən h çıxır. Demək ki, 5 dövr baş veribsə, 5 dəfə 10 çıxıb. Nədən h-dan? Yəni, bir növ h çıxılsın 50 bərabərdir neçə? 40. Demək, h-ın ilkin dəyəri neçə olub məndə? H bərabərdir 90. Növbəti sual 52-ci sualdır. Python-da yazılmış proqram nəticəsini tapın. D-ni 0 verir. For A in range -60-dan 60-a qədər gedir. A-nın burada alacağı qiymətlər bu aralıqda olmuş ədədlər olacaq. Sonra da yazıb ki, h bərabərdir. 2 dənə belə bir hasil, 2 dənə belə bir vuruq deyək. Vuruq verib. Sonra deyir ki, h nə qədər ki 0-dan böyük olacaq, D-nin üzərinə 1 gələcək. Okey. İndi bu 2 dənə vuruqdan nə vaxt h-ın qiyməti müsbət olacaq? Ya hər ikisi 0 olsun, yəni birinci halım budur. Ya da hər ikisi nə olsun, mənfi olsun. Mən keçirəm birinci hala baxıram. Birinci halda A-nın elə bir qiymətlərini götürməliyəm ki, bu iki dənə vuruğun ikisi də müsbət olsun. Bu təbii ki, nədə olur? Ən kiçik olaraq başlayacağam. Demək, müsbət olması üçün 16-dan 15 qoymuram, çünki 15 çıx 15 burada 0 eləyəcək. 16-dan hara qədər? Ta ki, yəni axıra qədər. Bu da 59. Çünki forda demişik ki, sonuncunu görmür. Bu oldu məndə birinci hal. Keçirəm ikinci hal üçün hər ikisi mənfi olmalıdır. Onda demək, ən kiçik olaraq mənfi olması üçün, elə lap başdan başlayıram. Götürürəm demək burada mənfi 60. Mənfi 60-dan hara qədər? Mənfi 35-ə qədər yox, çünki mənfi 35 plus 35 0 edir. Mənfi 36-ya qədər. İndi mən bu iki halda olmuş A qiymətlərini tapıb toplamalıyam ki, və həmin say qədər də D-ni çap eləyir də, üzərinə 1 gəlir. Demək, birinci halda 16 ilə 59 arasında neçə ədəd var? 59 çıx 16 eləyir. 43 üzərinə 1 gəlirəm, olur 44. Bu qaydadır, yəni. Digərində də ki, bunu 60-36 kimi baxıram. 60 çıx 36 eləyir 24. Üzərinə 1 gəlirəm, olur 25. Və bu iki halın cəmini tapıram. Bu da məndə neçə eləyir? 69. Yəni, cavab elədi 69. Bunlar sadədir. Növbəti sual, aha, 59. Python dilində yazılmış proqram icra edilən zaman ABC dəyişənləri üçün ardıcıllıqla aşağıdakı qiymətlər daxil edilmişdir. Proqram icrası sonunda S dəyişən hansı qiymətə çap olunacaq? Aha. S dəyişəni hansı qiymətə çap olunacaq? S-in proqramda alqoritmi nədir? Hər dövrdə üzərinə 1 gəlir. Daha doğrusu, hər dövrdə yox, if-də ödəndiyi halda gəlir. İndi mən baxıb görüm bu if şərti nə vaxt ödəyir ki, S-in üzərinə 1 gəlib. 1 heç nə daxil edirəm 7 3K. Daxil olmuş dəyərlər bax buradadır. Birinci A üçün 7 3 bir də K. Və diqqət eləməliyəm ki, bu for dövrü hara qədər gedəcək? 1-dən 11-ə qədər, yəni 10 dənə dövr eləyəcək. Verilmişləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, demək hamısını daxil eləyəcəm. Birinci dövr üçün 7-3K-nı verir və deyir ki, if A böyüksə 0, A böyüksə 10-dan, or B 5-dən böyüksə, n, C bərabərsə K-ya. İndi burada n veribsə, mən yəni mütləq ki, götürəcəyim ədədlər, yəni S-in ödəməsi, if-in ödəməsi üçün, yəni S-in bir artırması üçün S dəyəri K olmalıdır. Hansılar K deyilsə, onları atıram buradan. Bu K-da bunu saxlayıram. Ya da götürüm, K-ları götürüm, o bizə qalsın. Bunu götürdüm. Bunu götürdüm. İndi hansı K var, onları bir-bir götürürəm.
Aha. Yəni ödənilə biləcək hallar 3, 6 dənə hal var hələ ki. Amma bir dənə buna diqqət edirəm ki, bu iki şərtdən biri ödəməlidir. Çünki or var. A əgər ondan böyüksə, B də 5-dən böyüksə götür. Və seçdiklərimin hansına baxıram. A burada ondan böyükdür. Xeyr, ödəmir. B 5-dən böyük. Bunu atıram, bu getdi. 12 ödəyir, yəni ondan böyükdür 1. 17 ondan böyükdür 2. Sonra burada qalıb 4, 5K. 4 ondan böyük deyil, 5 də 5-dən böyük bu şərtdə ödəmir. 1 ondan böyük deyil, amma 6 5-dən böyükdür. Bunu götürürəm, olur 3. Burada da 3 ondan böyük deyil, amma 9 5-dən böyükdür. Bunu götürürəm, olur 4. Yəni 4 dənə belə bir hal var ki, daha doğrusu, yəni belə bir hal var ki, S-in üzərinə hər dövrdə 1 gələcək və S-in dəyəri olacaq məndə neçə? 4. Biz, 61-ci sual. Python dilində yazılmış proqram nəticəsini tapın. S bərabərdir 0, K bərabərdir 0. S nə qədər ki 100-dən kiçikdir. Soruş ki, K-nın dəyəri cütdürsə, həmin anda S-in üzərində 5 və K-nın bir vahid artır. Bunu yəni biz bir-bir eləsəm, imtahana qədər imtahanın yarısı buna gedəcək. Bunu nə cür eləyə bilərik? Baxın, demək burada mən bir də S götürürəm, burada da bir K götürürəm. Birinci halda, yəni S-in 5 aldığı qiymətdə K hansı dəyər alır? Baxın, S5 olanda K hansı dəyər alır? 1 dəyərini. K olur 1. Yəni, niyə 5 olan götürdüm? Çünki S burada while-dan asılıdır. S-in aldığı qiymətə əsasən K-nı təyin edirəm. Demək, S5 olanda K neçə olur? 1. S10 olanda neçə olur? K 2 olmur, 3 olur. Niyə? Çünki 2 olduqda bu cüt ödəyib, daha doğrusu bir dəqiqə, cüt olduğu halda S-in üzərinə gəlir. Aha, düzdür. Yəni demək 2 olduqda bu şərt ödəyib, düşüb aşağı S plus 5 10 eləyib və K-nı bir var artıb olur 3. Yəni mənə birinci S artsın, sonra K artsın. Bu lazımdır mənə. Demək burada 10 olanda 3 olur, həmçinin 15 olanda, yəni tək-tək girəcək də 15 olanda neçə olacaq? 5 olacaq. Və mənə nəticə olaraq, son olaraq 100 lazımdır ki, 100 100-dən kiçik olsun, bu şərti ödəsin, gəlsin bunu artırsın. Demək, S 100 olanda K neçə olacaq? Mənə o lazımdır. İndi baxın, 5-də 1-dirsə 100-də neçə olacaq? 100-də normalda 20 olardı, amma bu 2 artdığına görə olacaq 40. Ümid edirəm başa düşdünüz. Bu oldu 40. Gəlir burada sual verir. Sonuncu qiymət 100 oldu. Baxın burada sonuncu qiymət 100 oldu. K-nı artırdı, oldu 40. Biz dedik ki, birinci S sonra K olur. Gəlir bura 100 100-dən kiçik bərabərdir. Şərt ödəyir. Düşür aşağı bu şərt ödəyir. Yəni K faiz 2 bunu da ödəyir. S-in üzərinə 5 gəlir, olur 105. K-nın dəyərini artırır, olur neçə? K neçə olur? 41. Və while-da son olaraq while-da 105 100-dən kiçik deyil, print K 41-i çap eləyir. Ümid edirəm aydın oldu. Növbəti sual 62-ci sualdır. Python dilində yazılmış proqram icrası zamanı klaviaturuna hansı ən böyük tam onluq ədəd daxil olunmalıdır ki, əvvəlcə 3, sonra 6 çap olunsun. Demək, əvvəlcə 3, yəni print A 3 olmalıdır, daha sonra 6 çap olunmalıdır. Aha. İndi print 3 çap olunubsa və hər dövrdə A-nın dəyəri 1 vaat artıbsa, dövr neçə dəfə icra olunub? 3 dəfə icra olunub. Və mən həmişə demişəm ki, əgər while-ın daxilində belə bir alqoritm varsa, yəni x faiz 8 və daha sonra 2/8-ə bölürsə, demək bu 8-lik say sisteminə çevriliş kimi baxıram və daxil elədiyim ədədi 8-lik say sistemində daxil edirəm. Yəni, çünki normalda biz demişik ki, onluq say sistemini daxil etdikdə x faiz 10, sonra düşüb aşağıda 2x 2/10 yazanda bunun rəqəmini götürür. İndi mən 8-i daxil edirəm və onun rəqəmini götürsün. Mənə daha asan olsun. Okey. Və burada mənə deyir ki, b bərabərdir b plus x faiz 8. Götürdüyüm ədədin rəqəmi, yəni onun 8-ə bölünəndə alına biləcək qalıqlar hansılardır? Baxın, buraya yazıram. 1, 2, 3, 4, 5, bir də 6 və 7. Və dövr 3 dəfə icra olunubsa, B-nin üzərinə bu üçündən 3 dənəsindən birin gəlməlidir. Yəni, daha doğrusu buradan 3 dənəsinin gəlməlidir ki, B 6 eləsin. Və gələcəklər hamısı, yəni gələn ədədlərin hamısı nə olmalıdır? Tək olmalıdır. Çünki bu şərti ödəyib gələcək. Bu if şərtini ödəyib gəlməlidir. Tək olan elə bir 3 dənə ədəd yoxdur ki, onun cəmi 6 eləsin. Ona görə nə edirəm? Dövr 3 üçün birini cüt götürəcəm ki, bu şərti ödəməsin, gəlməsin. Digər ikisini də tək götürəcəm. Və mənə ən böyükləri lazımdır.
2 dənə təki buradan 1, 5 götürə bilərəm. Bir də ki, 3-dən 3 götürə bilərəm. 2 dənə 3. Amma mənə ən böyük lazım olduğunu görə 5 ilə 1 götürürəm. Və bir dənə də cüt götürməliyəm. Bu da olsun 6. Və bu 3 dənə rəqəmdən düzələ biləcək ədədi tapmalıyam. Mən dedim axı, daxil elədiyim ədədi 8-lik say sistemində baxıram. Bu da eləyir məndə neçə? 651, amma 8-lik say sistemində. Və sualda mənə deyir ki, ən böyük tam onluq ədəd daxil edilməlidir ki, yəni onluq ədəd. Tapdığımı nə edirəm? Çevirirəm onluğa. Bu da məndə neçə eləyir? 6 vurur 8 üzərində 0, 1, 2. Bu məndə neçə elədi? 6 vurulsun 8, 82, 64. Bu eləyir 384. 384 plus 5 vurur 8 üzərində 40. Bu da 1, 41. Nəticə olaraq neçə eləyir? Demək 425-də. Aha, 425. 62-də cavab oldu 425. Burada da çətin bir sual yoxdur. Sağ olun, növbəti videolarda görüşənədək.